Hər vaxtınız xeyir olsun. Bugünkü testimiz present simple, indiki sadə zaman və present continuous, indiki davam edici zamana aid olacaq. Bu cür testləri işləyərkən nəyə diqqət etmək lazımdır? İlk növbədə hər zamanın öz strukturu, quruluşu olur. Bunu yadda saxlamaq lazımdır və ikinci əsas şərt hər zamanın özünə məxsus zaman zərfləri olur. Bunlarda cümlələrdə görəcəksiniz. Məsələn, birinci testə baxırıq ki, every Saturday göstərib hər şənbə deməkdir. Bilməliyik ki, bu indiki sadə zamana, yəni present simple-a aiddir. Ona görə də go variantı uyğun gəlir. I go swimming with my friends. Və bilməliyik ki, present simple-ın düzəldilmə qaydası mübtədadan sonra fe'l olduğu kimi qalır. Üçüncü şəxsin təkində isə s, es götürür. İkinci testə baxırıq ki, burada bizə ipucu olaraq now verib, indi deməkdir. Yəni, hal-hazırda olan vəziyyəti göstərir. Deməli, is playing olacaq, çünki present continuous-un zaman zərfidir və biz bilirik ki, present continuous am, is, are və fe'ldən sonra ing götürür. Sam üçüncü şəxsin təkindədir. Sam is playing table tennis now olacaq. Üçüncü testə baxırıq ki, after school var. Bu qayda ilə yola çıxsaq, my sister does gymnastics after school olur. Dördüncü testə baxırıq ki, right now var. Hal-hazırda davam edən vəziyyəti göstərir, indi deməkdir. Ona görə we are going cycling right now in the park. Beşinci testə baxırıq ki, usually var. Bizi ipucu olaraq göstərib, adətən deməkdir və they usually play hockey on Fridays olacaq. Present simple aid olan bir testdir və 6-cı testi özünüz sərbəst şəkildə işləyirsiniz. Şərhlərdə yazırsınız. Növbəti dərslərdə görüşənədək sağ olun.